BMJ Oncology jurnalında dərc olunan yeni araşdırma göstərib ki, tənhalıq və sosial təcrid xərçəngdən ölüm riskini əhəmiyyətli dərəcədə artırır. 1,6 milyon insanın məlumatları əsasında aparılan meta-analizə görə özünü tənha hiss edən xəstələrdə ümumi ölüm riski 34%, xərçəngdən ölüm ehtimalı isə 11% daha yüksək olub. Alimlər hesab edir ki, bu əlaqə yalnız psixoloji deyil, həm də bioloji mexanizmlərlə bağlı ola bilər. Uzun müddətli stress immun sistemini zəiflədir, orqanizmdə iltihab proseslərini gücləndirir və bədxassəli hüceyrələrini çoxaldır. Mütəxəssislər bildirir ki, tənha insanlar çox vaxt müalicəyə gec müraciət eləyir. Həkim göstərişlərinə az əməl eləyir və sosial dəstək çatışmazlığı səbəbindən xəstəliyi daha ağır keçirir. Araşdırma müəllifləri xəbərdarlıq edir ki, xərçənglə mübarizə üçün yalnız dərman və əməliyyatlar deyil, psixososial dəstək və sosial əlaqələrin gücləndirilməsi də həyati əhəmiyyət daşıyır.